Amerika Birleşmiş Ştatları Prezidenti Donald Trump'ın Böyük Asiya turu bugün dünyada baş verən geosiyasi proseslər baxımından, xüsusilə də bu proseslərə bir çox əsas ölkə və regionların dərin şəkildə cəlb olunduğu vaxtda son dərəcə mühüm əhəmiyyət kəsb edir. Today Press TV xəbər verir ki, Xəzər Universitetinin siyasi elmlər üzrə professoru Ramiz Yunus bunu öz Facebook hesabında yazıb. Onun sözlərinə görə, əgər bu bir həftəlik Asiya səfərinin kulminasiyası ABŞ prezidenti Donald Trump və Çin Xalq Respublikasının sədri Xi Jinping'in çoxdan gözlənilən görüşü olacaqsa, bu bir çox mürəkkəb məsələlərin, o cümlədən Rusiya ilə Ukrayna arasındakı amansız müharibənin dayandırılması yollarının həlli baxımından həlledici rol oynaya bilər. Stat: Şübhəsiz ki, ABŞ və Çin liderləri Vaşinqtonla Pekinin diqqətini tələb edən bir çox digər siyasi məsələləri də müzakirə edəcəklər. Buraya təbii ki, planetin iki əsas iqtisadi gücü arasında iqtisadi birgə yaşayış məsələləri də daxildir. Dəfələrlə qeyd etmişəm ki, Birləşmiş Ştatlar və Çin anlaşmağa məhkumdurlar və onlar arasında nə hərbi qarşıdurma, nə də böyük ticarət müharibəsi baş verəcək. Çünki belə bir gərginlik həm bir-birinə sıx bağlı olan ABŞ və Çin iqtisadiyyatlarına, həm də onların bir çox müttəfiqlərinə, xüsusilə iqtisadi baxımdan ortaq maraqları olan Avropa İttifaqına və qlobal Cənubun aparıcı ölkələrinə ciddi zərbə vura bilər. Elə bu səfər ərəfəsində səslənən son bəyanatlar da düşünməyə əsas verir ki, ABŞ və Çin artıq potensial ticarət sazişinin çərçivəsi barədə razılığa gəliblər. Həmin razılaşma bu həftə iki ölkə liderlərinin şəxsi görüşündə müzakirə olunacaq. Danışıqların mövzuları arasında TikTok'un ABŞ segmenti ilə bağlı razılaşma, eləcə də Çindən nadir torpaq metallarının ixracına nəzarətin sərtləşdirilməsinin təxirə salınması məsələləri də yer alır. Statın sonu. Ramiz Yunusun fikrincə, ən çətin məsələ Rusiya ilə Ukrayna arasındakı müharibə olacaq. Çünki bu müharibədə ABŞ və Çinin maraqları diametral şəkildə bir-birinə ziddir. Stat: Lakin böyük siyasətdə bəzən elə gözlənilməz dönüşlər baş verir ki, bu ilk baxışdan mümkünsüz görünür. Məsələn, 20-ci əsrin 70-ci illərində ABŞ liderləri Richard Nixon və Henry Kissinger Pekini Moskvadan uzaqlaşdırmağa nail oldular. Nəticədə SSR-nin mövqeləri zəiflədi. Sovetlərin Əfqanistandakı macərasından sonra isə bu imperiyanın süqutu ilə nəticələndi. Xatırlatmaq lazımdır ki, həmin dövrdə mübadilə vasitəsi kimi Tayvan kartından istifadə olunmuşdu. Bugün də Tayvan ABŞ-dən tam asılı vəziyyətdədir. Birləşmiş Ştatlar illərdir bu alanı Çin üzərində təzyiq və cilovlama aləti kimi istifadə edir. İndi isə sual yaranır. Prezident Trump bugün Xi Jinping'ə elə bir təklif irəli sürə biləcəkmi ki, o bundan imtina edə bilməsin? Üstəlik, Tayvan məsələsi Çin üçün eksistensial əhəmiyyət daşıdığı bir vaxtda. Statın sonu. Professor sonda Almaniyalı siyasətçi Otto von Bismarck'dan stat gətirib. Siyasət mümkün olanın sənətidir. Qiymət Mahir Namiq Abbasov, Today Press TV.